Salam. Bugün sizinle Kur'an-ı Kerim'de zina kelimesini detaylı olarak ele almaya çalışacağım. Birinci lügat mənası ilə başlayaq. Deməli, Açıq Kur'an proqramında zina sözünün kök hərfləri, deməli, bizim dildə olan z hərfi ilə olan, ərəbdə bildiyimiz kimi fərqli səslənən z səsləri var. Onlardan biri də bizim z hərfidir ki, o da ərəbdə var, amma iki dənəsi bizdən fərqlidir ki, biri qalın, azı dişə toxunur, d-yə meyl edən da hərfi belə dalindəki z kimi, biri də ki, qalın pəltək da hərfi deyərlər ki, zalim sözündəki z kimi səslənir ki, onlar fərqlidir bu z-dan. Və ikinci nun hərfidir və üçüncü isə y hərfidir ki, sözün kökü zəyyənə kəlməsindəndir. Bir şeyin üzərinə çıxmaq, minmək anlamları var sözün klassikada mənası. Bir şeyin üzərinə çıxması, yəni onun minməsi anlamına gəlir. Yəqin ki, başa düşürsünüz mənanı. Bunu yadınızda saxlayın ki, zinada nəyə görə, yəni bir şeyin başqa bir şeyin üzərinə minməsi harda günah sayılır, harda günah sayılmır. Onu anlamamız üçün lazım olacaq. Zina etmək, zina edən kişi. Yəni bir şəxsin üstünə minməsinə ya halal olaraq nikah adlanırıq da, özür istəyirəm ifadə. Yəni və də ki, buna zina adı qoyulur. Amma zina burada mənfi obraz olaraq qoyulmuşdur. Yəni halal olmayan, Allahın icazə vermədiyi yaxınlıq münasibətinə deyilir. Və biz bu kəlməni inşallah ələ alalım. Vallahi mən də sizlə bir yerdə ələ alacağım, bir yerdə araşdıracağım. İstəyirəm ki, səmimi olduğumu anlayasınız. Burada da bunun lüğət mənalarını verir. İstəyənlər dayandırıb, bax bu lüğətlərə baxa bilər. Zina sözü haqqında verilən lüğətlərdir. Ənənəvi lüğətlərdir. Təbii ki, ehtiyatlı olmaq lazımdır baxanda buna da. Və Quranda keçdiyi yer, biz baxırıq ki, bu söz Quran-ı Kərimdə 5 ayədə 9 dəfə işlənib. Birinci keçdiyi yer İsra surəsi 32-ci ayətdə Allah buyurur ki, وَلَا تَقْرَبُوا الزِّنَا إِنَّهُ كَانَ فَحِشَةً وَسَاءَ سَبِيلًا. Qoy belə oxuyaq. Zinaya yaxlaşmayın. Gerçəkdən o çirkin bir hayasızlıq və kötü bir yoldur. Aha, başa düşdük ki, ilk dəfə gəldiyi yerdə zinanın nəyini deyir Allah? Yaxınlaşmamağımızı deyir və onun pis bir iş olduğunu bildirir. Bir də çox önəmli bir söz deyim ki, bəziləri burada zinanın sanki başqa bir şeymiş kimi yozmağa çalışırlar. Amma biz bildik ki, bir şeyin, yəni bunun İsra surəsində keçdiyi yerlərini biraz istəyirəm sizə göstərəm. Bəziləri bunu yozmağa çalışır. O da doğru bir şey deyil. Deməli, diqqət eləsək, qoy görüm bunu necə açırıq. Təfsir yox, ayətin kuburi, ekleme, kopyalama, arxasını və dalına belə gedirmiş. Məsələn, İsra surəsini bir aya qabaqdan oxuyuram. Yoxsulluq əndişəsi ilə çocuklarınızı öldürməyin, onlara və sizə biz rızıq veririz. Şübhəsiz ki, onları öldürmək böyük bir hata, yəni sus günahdır deyə ifadə olunmuşdur. Və dalınca zinaya yaxlaşmayın, gerçəkdən o çirkin bir hayasızlıq və kötü bir yoldur deyə keçən bu ifadəni sanki evlad öldürməklə əlaqəsi var imiş kimi, zinadan qəsdi oymuş kimi bir ifadə algılamağa, ayətdə təhrif etməyə çalışanlar var. Dalınca ayətin yenə 33-də haqlı bir nədəni olmaksızın Allahın haram kıldığı bir kimsəyi öldürməyin. Kim mazlum olarak öldürülürlərsə, onun vəlisinin yetki verilmiştir. O da öldürmədə ölçüyə aşmasın, çünki o gerçəkdən yardım görmüşdür. Yəni, ayətin qabağı evladı öldürmək başqa bir mövzu, burada isə bir insanı öldürmək. Sanki zinanın adam öldürməklə əlaqəsi var imiş kimi anlayan, bu burada onda gərək bunu da qoya. Sanki Allah, وَلَا تَقْرَبُ مَالَ الْيَتِيمِ, yetim malına yaxınlaşma. Zinaya yaxınlaşma, yetim malına yaxınlaşma. Onda bununla əlaqəsi var. Hansını götürək? Yəni bunlar başa düşmürlər ki, 22-ci ayətdən başlayır, Allah 40-a qədər müəyyən bir qaydalar sayır. Onda zina valideynə uf eləməmək deyə götürək. Biraz da qabağa geçsək. Yəni bu doğru bir şey deyil ki, sən Allah kateqoriyalar sayır, biri də zina kateqoriyasıdır. Bəli, zina kateqoriyası ölümə bərabər bir şeydir. Niyə? Çünki ölüm zaten çox zaman nədən baş verir? Ya dünya malına görə, ya qadına görə.
Yani bu kimi şeylerin üzerinde baş verir ki fitne buradan kaynaklanır. Neyse mevzumuz bu değil. İkinci keçen yer Nur suresinin 2. ayəsidir. Burada bir şey qeyd eləmək istəyirəm. Ayəti açırıq. Zina eden kadın ve zina eden erkeğin her birine 100'er değnek vurun. Cəldə. Eğer Allah ve ahiret gününe iman ediyorsanız onlara Allah'ın dini konusunda sizi bir acıma tutmasın. Yani burada vuranda şiddetli vurmaq məsələsini qəsd eləmir. Yəni bunu biavır eləməyək, bunun cəmaatında hörməti var, ayıbdır. Belə bir şeyə acıma göstərməyin. Yəni ola bilər yavaşda vurasan. Əsas məsələ onu belə deyək də bərk vurmaq və ya da yavaş vurmaq söhbəti deyil. Əsas onun belə deyək də başqaları ibrət alsın ki, biz də bunun gününə düşə bilərik. O ibrət baxımından ifadəni anlamaq lazımdır. Ayənin davamında deyir ki, zina eden erkek zina eden ya da müşrik olan bir kadından başqasıyla nikahlanamaz. Tövbə etsə necə? Sual doğur burada. Tövbə etsə artıq evlənə bilər. Yəni zina edir və zinakarlığı adət etmiş bir erkek zina eden ya da müşrik olan bir kadınla başkasından evlenebilmez. Yani müşrik zina, bilirəm ki bir adam zinakarlıq edir ve zinakarlığından da əl çəkmir. İndi bizdə onun adını bazlıq qoyublar. Belə bir kişiyə qız vermək olmaz, haramdır. Çünkü bu adam bu işində israr edirsə və buna normal baxırsa da və yaxud da ki belə birindən yani müşrikə bərabər göstərir. Aydındır. Ama müşriklik başka bir şeydir. Bakın zina eden kişini ancaq zina eden bir kadınla və yaxud da müşrik olan bir kadınla. Mən deyəndə ki, hər günahın mütləq şirklə bir əlaqəsi var, məni qınayırlar. Dəlillərimizdən biri budur. Zina eden kadın da zina eden ya da müşrik olan bir erkekten başkasıyla nikahlana bilməz. Yani ayet burada açıktır. Bir defa bir hadise olmuştu. Bir kadınla zina etmiştir. Hemen zina eden kişi indi de cavan adam olubdu. Hemen kadının amma ailəli olubdu özdə. Ailəli olan bir kadına zina eləmişdi. Sonra o kadını bilirlər, öldürmürlər, boşuyurlar. Amma kadının ata tərəf, ana tərəf yaxınları da bu kadına yaxın durmurlar. Kadın tam ortalıqda qalır. Ve sonra hemen kadın da tövbe etmiş olur. Yani günahına göre peşmandır, tövbe edip hakikaten samimi bir nasuh tövbe ile tövbe ettiği belli olur. O oğlan da bu zina neticesinde bu kadının hayatı qaraldığına göre özünde suçluluk duygusu görür. Ve bu kişi kadından evlenmek istəyir, nikahlanmak istəyir. Çünkü kadının hayatında bu qaraldıbdır da. Ama buna rağmen deyirlər ki, bu kadından sen evlenebilmezsen. Evlenebilmezsen deyir. O çok maraqlı bir şeydir ki, niye evlenebilmez? Çünkü siz əbədi olarak birbirinize haramsız, siz zina eləmişsiniz. Qardaş, bunun dəlili hardan çıxır? Əgər hər iki tərəf də tövbə edərsə də, yəni zinakarlıqdan vaz keçibləsə, artıq bunların evlənməsi nə? Tövbə edən adam mömin sayılır, sayılmır artıq. İman əhli sayılır, müsəlman sayılır, sayılır. Bu da Allah zina eden kişinin özü kimi ya zinakar bir kadınla ya da müşrikle evlənə bilər. Zina eden kadın da onu kimi. İndi bunların ikisindən biri, yani kişi və yaxud da qadın zinakarlığından tövbə etsə, o birisi zinakarlığında ısrar etdiyi müddətcə bir-birinə haram sayıla bilər. Amma hər ikisi də tövbə edibsə, o zaman bir-birindən evlənə bilər. Anlaşılır demək istəyirəm. Yəni söhbət açıqdır və nəhdir. Yəni burada başa düşülür ki, bu ayətdən zinakarlıqda israrı olan, davam eden, tövbə etməyən, bu fikrindən dönməyən bir kişiyə özü kimi ya zinakar olan ya da ki müşrik birindən evlənə bilər. Qadın da həmsinin. Amma hər iki tərəf tövbə edərsə onlar evlənə bilərlər. Davam edirik. Buradan artıq böhtandan danışır. Allah bu ayətləri yəni zinada birini iftira atıb böhtan atmaktan danışır. Der ki, korunan kadınlara zina suçu atan, sonra 4 şahit gətirməyənlərə də 80 dərəyənek vurun və onların şahitliklərini əbədi olarak kabul etməyin, onlar fasık olanlardır. Bu ayəti son zamanlar ateistlər dilə gətirir ki, yəni hətta bir çox absurd gülməli bir misal çəkir ki, biri məvəlim gedir bir xəlbət yerdə hansısa bir yaxın dostunun, qohumunun deyək ki, qadınını başqa bir kişi ilə ərinə xəyanət edən görürsə, indi gəlib bunu desə, ona 80 şallaq mı vurulmalıdır? 4 tane de şahidi yoktur. Umum olarak birinci şahidi düzgün anlamırlar.
Hətta belə deyək də, bir qadının bu xəyanəti etdiyini heç kimsə görməyib. Qadın özü gəlib etiraf edirsə və yaxud da onunla bu hərəkət edən kişi gəlib özü etiraf edirsə, o zaman 4 şahidə ehtiyac varmı? Xeyr, yoxdur. Aydın nə demək istəyirəm? Özləri etiraf edirsə zaten burada şahid zaten dəlil gətirən deməkdir. Şahidi belə anlamırlar. Yusuf surəsi 26-ya baxın. Yusufun zina ilə suçlandığı zaman 4 dənə şahid mi gətirdilər ortalığa? Yoxsa bir nəfər gətirdi elə bir dəlil qoydu ki, dəlil gətirənə şahid deyilir ümumiyyətcə. Şahid dəlil gətirəndir, gətirdiyi dəlil isə onun şəhididir. Yəni gətirdiyi şəhid həqiqətən də qənaət bəxşdirsə də və günahkarın günahkarlığı isbat edirsə o dəlil və günahsızın da günahsızlığı isbat olunursa artıq burada bir iş bitmişdir. Və bu günləri ümumi olaraq bu hökmü gəlin tətbiq eləyək. Bir adam əgər iddia eləsə ya öz həyat yoldaşı barəsində, ya da ki kiminsə başqasının qızı, anası, bacısı barəsində iddia eləsə ki, bu qadın pozğunçuluq eləyir, mənimləmi və yaxud da bir başqası ilə mi iddia edirsə də və məhkəməyə müraciət eləsələr, yəni də ki, hə bu qadın zinakardır, pozğunçuluq eləyir, cəmiyyəti pozur, həmən qadının bu suçlamasından qadını özü qəbul etmirsə də ki, bu mənə iftira atırlar, böhtan atırlar, o iddia edənin iddiası qəbul olunur məhkəmə tərəfindən. Neynəməliyik ki, indi? Yəni, ümumi olaraq burada hökm nədir? Anlaşıldı demək istəyirəm. Yəni, İslam burada qanun qoyur ki, şahid, yəni bir adam bir iddia edirsə, iddiasını ispat edəcək dəlil olmalıdır. Dəlili olmadığı halda, yetərli olmadığı halda artıq onun dəlili qəbul olunmayacaqdır. Aydındır. Bir də var ki, iddiası var, heç vəbşim nəinki dəlili belə yoxdur. O zaman 80 şıllaq vurarlar ki, sən niyə cəmatın anasını, bacısını dilinə doluyursan? Yəni, mən bu sualı verən ateistlərə, xüsusən də Çevik bu dilə gətirir bu sözü, mən ona bir sual, biri sənin yaxının bildiyin, sən ki misal çəkirsən, mən də sənə bir sual verirəm, təhqir məqsədi ilə vermirəm. Yaxının, namussuz saydığı bir qadının haqqında belə bir iddia səsləndirsə ki, mən meşədə gəldiyim zaman falan kəsin yaxınını belə gördüm başqası ilə. Bu iddiasına dəlil istəyəcəksən, dərhal o qadın barəsində hökm mü verəcəksən? Və o adamdan dəlil istədiyin zaman, o adam sənə dəlil gətirə bilməsə, o dəlil gətirməyən adama nə qaracaqsan, hansı cəzanı verəcəksən? Deyirsən, ha, getdi gözündən gördü. İndi gəldin ərinə deyirsən ki, ay dostum, sənin arvadını meşədə görmüşəm. Ha? İndi sən neynəyəcəksən ona? Qadının da bunu qəbul etmiş ki, sənin dostun iftira atır mənə. Qəbul edəcəksən onun dəlilini. Yəni, demək istədiyim budur ki, ədalətli olun. Zaten ayətin davamında isə, ayət zaten bunu açıqlayır ki, ancaq bundan sonra tövbə edən və salihcə davranan, indi burada iddia edən adam ki, öz iddiasını 4 şahid gətirməsə və gətirmədikdə 80 dəyənək vurun və onların şahidliklərini əbədi olaraq qəbul etməyən onlar fasıq olanlardır. İndi yaxşı, bu iddianı edən bir qadının əridir və yaxud da arvad əri barəsində bu iddianı etsə, onda necə olacaqdır? Buradakı ayənin davamı bu 80 şallaq vurulma məsələsini deyəndən sonra Allah deyir ki, ancaq bundan sonra tövbə edən və salihcə davrananlar haric, çünki gerçəkdən Allah bağışlayandır, rəhəmlidir. İndi baxaq, yaxşı, bir adam görübdür, amma sübut eləyə bilmirsə, onda hökm necədir? Onun cavabı isə 6-cı ayətdə deyir ki, kəndi əşlərinə, indi birdən öz arvadı deyil, başqasının arvadı haqqındadır. Fərqi yoxdur. Hökm Allah Teala təkrar hökm açıqlamaz. Əşlərinə suçu, o zina suçunu, xəyanət suçunu atan və kəndiləri də dışında şahidləri bulunmayanlar, aydın fikir ver, isə onlardan da hər birinin şahidliyi Allah adına 4 ilə kendisinin yəni 4 kere yemin ile kendisinin hiç şübhəsiz doğru söyləyənlərdən olduğuna şahidlik etməkdir. Yəni neynəməlidir? 4 dəfə Allah'a and içir ki, mən həqiqəti görmüşəm. 4 dəfə şahid dəlilim gözümlə görmüşəm, amma ispat edə bilmirəm. Bu ərə aiddir təkcə. Xeyr, hər iddiaçıya aiddir. Yəni dalınca deyir. 5-ci isə əgər yalan söyləyənlərdənsə Allahın lanəti muhakkak kendi üzərinə olmasıdır. Yəni bunu qəbul etməsidir ki, Allahın lənəti mənim üzərimə olsun. Aydın ne demək istəyirəm? 4 dəfə gətirir, and içir. İndi burada qadına deyil, baxın, qadın zina eləyib. İndi eyni zamanda suçlanan şəxs də əgər bunu kimi and içsə, baxın görün nə deyir 8-də. Onun, yəni qadının da
dört kere Allah adına onun hiç şüphesiz yalan söyleyenlerden olduğuna şahitlik etmesi kendisinden cezayı uzaklaştırır. Mesela bu adam iddia elədi, 4 dəfə də and içdi ki, ben bu kadını görmüşəm, yalan deyirəmsə lənət mənim üzərimə olsun. 5-ci səfərdə belə dedi. Qadın da qayıdıb 4 dəfə ki, yalan danışır. Allah şahiddir ki, yalan deyir. Və əgər ifadənin sonunda qayıdır nə deyir? Olduğuna şahidlik etməsi, yəni 4 dəfə 4 kere Allah adına onun hiç şüphesiz yalan söyleyenlerden olduğuna şahitlik edip 5. seferde ne değil? Şahitlik etmesi, yalan söyleyenlerden olduğuna şahitlik etmesi kendisinden cezanı uzaklaştırır. Yani kadına da ceza verilmez. Onda artık o birisine de ceza verilmez. Her ikisine ceza götürülür. 5. ise eğer o doğru söylüyor ise Allah'ın gazabının muhakkak kendi üzerinde olmasını istemesidir. Bu halda ne baş verecektir? İddiaçı ve iddia olunan kəs her ikisi and içti. Biri and içti ki, bu kadın zina eləyib. Deyir ki, kadın da and içti ki, bu adam yalancı deyir. Eğer o düz deyirsə, lənət mənim üzərimə olsun dediği zaman her ikisinin üzerinden hüküm götürülecek. Eğer Allah'ın sizin üzerinizde fazlı yani artırması ve rahmeti olmasaydı ve Allah gerçekten tövbeleri kabul eden hüküm ve hikmet sahibi olmasaydı ne ederdiniz diye ayet devam eder. Buradan anlaşıldı ki, deməli artık burada hüküm verilmez. Yani hakim de böyle her iki tarafı, ama diyor ki bu kadının hakkında 2. sefer bir de bir iddia seslendi başka bir iddiası tarafından. Sonra bir de bir iddia seslendi başka birisi tarafından. 4. sefer bir de bir iddia seslendi başka biri tarafından, artık o kadına ceza düşecektir. Aydın ne demek istəyirəm? Çünkü bir adamın barəsində 4 dəfə bu şeylə və yaxud da ki bir kişi başka kadınlar hakkında her dəfə subut eləyə bilmədiyi şəkildə 4 dəfə bu şəkildə keçsə, 4-cü səfər artıq onun iddiası, yalnız subut edebilmən bir iddiaçı olduğu ortaya çıkacak. Yani bunun sənətel o bunun arvadını şərləməkdir diye 80 şallaq o kişiyə vurulacaqdır ve onun bir daha şahitliği qəbul olunmayacaqdır. Yəqin ki bu məsələ aydınlığa qovuşdu. Ədalətli insanlar üçün təbii ki zalimlarla elmi namusu olmayanlarla bizim işimiz yoktur. Bunu anladık. Bura qədər Furqan suresi 68-ci ayətə baxırıq. Burada Allah Teala möminlərin sifətlərini sayır, gəlir bir yerə deyir ki, və onlar, yəni həmən möminlər o kəslərdir ki, Allah ilə bərabər başqa bir ilaha tapmazlar. Allahın haram kıldığı cana haksız yere öldürmezler ve zina etmezler. Kim bunları yaparsa ağır bir ceza ile karşılaşar. Eğer bunlar dese ki zina, bazıları var ki deyirlər ki zina ile adam öldürməkdir, ne bilim nədir, cana qıymakdır. O zaman Allah'a şərik koşmaq da gəlib baxı burada. Onda zina Allah'a şərik koşmaq da deməlisən. Halbuki biz burada görürük ki وَلَا يَقْتُلُونَ نَفْسَ اِلَّا تَحَرَّمَ Allah, Allah'ın haram ettiği bir nəfsə hansı ki kıymazlar. Haksız yere وَلَا يَزْنُونَ yani zina etmezler. Yani birbirini Allah'ın koyduğu qadağa ettiği şekilde minmezler. Qoy belə deyir. Ama yapar zalika, kim bunu ederse belə ayet devam eder. Yəqin ki bunu da başa düşdük və burada da sayır yine. Kıyamet günü azab ona kat kat artırılır ve içinde aşağılanmış olarak temelli kalanlar, ancak tövbe eden, iman eden ve salih əməllərdə bulunup davrananlar başka. İşte onlar günahlarını Allah iyiliklərə çevirir. Allah çok bağışlayandır, çok əsirgəyəndir. Buradan başa düşürük ki artık tövbələri, zinakarın da qəsdən adam öldüren bir şəxsin də tövbə etdiği zaman Allah Teala tövbəsini edib və yaxşı əməl etsə, həmən günahlarının yerinə o etdiği yaxşılıqları yazar ki, yaxşılığa çevirər ayəsi ortaya çıxmış olur. Və son olarak keçdiyi yer Mümtəhina suresinin 12-ci ayəsidir. Bu ayəti də sizin için inşallah yenə ələ alacağım. Deməli ayətdə 10-cu ayətdən baxırıq ki, möminlərdən kafirlərə qaçmaq istəyən qadınları Allah diye koruma altında saxlamayın. O kafirlərdən də möminlərə tərəf, yəni mömin topluma tərəf qaçıb gələn qadınlar onları geri qaytarmayın. Bunlar onlara haramdır, onlar da bunlara haramdır. Onların o kafirlərin xərclədikləri pulları, yəni mehrini geri qaytarın, verin, müsəlmanların boynuna bir haqq qoyur və sizdən qaçıb getmək istəyən qadınları da koruma altında tutmayın, onun nikahınız altında saxlamayın deyə tərcümə edirlər. Bəziləri də bundan istifadə edirlər
deyirlər ki, əgər bir qadın iman gətirmirsə, deməli ondan boşanmalı, qayyətin ondan əlaqəsi yoxdur. Bir qadın ki, səni tərk eləmirsə, sənə sadiqdirsə də, bu 12-də sayılacaq şeylərdə riayət eləyirsə də, o zaman qadını boşamağa ehtiyac yoxdur yəni. Anlaşılır nə demək istəyirəm? O getmək istəyən qadını tutub saxlamayın və onlara verdiyiniz mehrində geri alın deyir. Burada biz başa düşürük ki, Allah Teala deyir ki, həmən qadınları imtahan eləyin. Çünki niyə? Çünki bunların ərlərinə, kafir əllərinə bir pul ödənəcəkdir. O pulu ödənməmişdən əvvəl bəlkə bunlar hilə işlədirlər deyə, bunlar həqiqi iman gətirəndir, yoxsa yalandan gəliblər iman gətiririk deyirlər. Bunlar imtahan olunmalıdır və Quranda ateistlərin cariyə deyə insanları aldatdıqları ayətlər əslində bu növ qadınlardan da danışır ki, onlar ailələrin yanına yerləşdirirdi, nəzarət altında tutulurdu. Bu günləri necə ki, xaricə qaçıb gedən adamlara dərhal vətəndaşlıq verilmir, onlar bir müddət nəzarət altında saxlanırlar, ondan sonra verilirlər. Bu da o devirdə Allahın qoyduğu qanun idi. 12-ci ayətində isə həmən qadınlar haqqında onlar imtahandan keçməli səbəbləri sayır və onlar bunları keçdiyi zaman beyyət eləmələri icazə verilir. Deyir Nəbiyə, mömin qadınlar Allaha heç bir şey ortaq qoşmamaq, hırsızlıq yapmamaq, yəni möminliyin şərtləri budur. Gərək nə qarsınlar? Allaha heç bir şeyi ortaq qoşmasınlar, oğurluq eləməsinlər, zina etməsinlər, çocuklarını öldürməmək, əlləri və ayaqları arasında bir iftira düzüb uydurmamaq, aydındır. Bunların hamısı sayılır, tək-tək sayılır. Ayrı-ayrı şeylərdir yəni. Bəziləri istəyirlər zinanı başqa şeyə yoxsunlar. Nəysə, qocaların deməli, yəni uşaqların atalarının kim olduğunu düz desinlər, başqalarına iftira eləməsinlər. Ma'ruf, yəni Allahın tanıtdırdığı konusunda isyan etməmək üzərə sana beyət etmək amacı ilə gəldikləri zaman onların beyətlərini qəbul et və onlar üçün Allahdan məğfirət istə. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox əsirgəyəndir deyə ayət tamam olmuşdur. Yəni gördüyünüz kimi zina haqqında keçən ayətlər sadəcə bunlardan ibarət idi ki, bunların da inşallah hamısını sizlə paylaşdıq və zina kəlməsinin mənasını da bildik, lüğəti anlamlarını da anladıq. Ona görə də kim istəsə dediyimiz kimi bunlara Quran boyu baxıb görə bilərlər ki, zina qanunsuz olaraq, evliliyin ziddi olaraq qoyulan bir qanundur. Bəziləri nikah məsələsində toxunmuşuq, o söhbətimiz var TikTokda canlı TikTok səhifəmizdə, platformumuzda evlənməyin hökmləri, qadın boş təlaqın hökmləri deyə, evlənməyin hökmləri deyə bölmələrimiz var. İstəsələr tapıb baxa bilərlər. Biz orada geniş şəkildə onların hamısını ələ almışıq ki, nikahın evlənməyin 3 şərti vardır. Elan eləmək, yəni qız tərəfi tanıyanları bilsin ki, bu bunun həyat yoldaşıdır. Artıq bunlar evləndilər, yəni bu bunu özünə həyat yoldaşı olaraq aldı. Bunu bildirməlidir. Çünki heç kim o qadına bunun saxladığıdır, yəni bununla aşına tutubdur deyə anlaşılmamalıdır. Qadın mehriyə təyin eləməlidir. İkinci şərt budur və üçüncü şərt dediyimiz kimi gizlətməmək, yəni aşkara çıxartmaq, elan eləmək məsələsi ona görədir. Yəni gizlətmirsən, açıq şəkildə mehriyə təyin edirsən və də hər iki tərəfində bu işə rızası, razılığı, könüllü özləri razı olmalıdır. Bu 3 şərt evlilikdə önəmlidir. Boşanmaqda da yenə mehrisi tam olaraq qadının bir-birinə elan edirlər boşanmaqları, iddə gözləməlidir və cəmaata bildirilməlidir ki, artıq biz ayrıldıq. Yəni bu 3 şərt boşanmada şərtdir, bu 3 şərt də evlilikdə şərtdir. Bu qanundan kənara çıxdığın zaman etdiyin hər cinsi əlaqə zinadan başqa bir şey deyil. İstər bunun adını siğə qoy, istər mütə qoy, istər nə bilim vəhabilər, misyar kəbini qoy, nə deyirlər qoy, sirli kəbin deyə bir kəbin qoyublar, misyar kəbini deyə. Yəni şiyələrin mütəsinə bənzəyən bir şeydir. Sadəcə burada fərq budur ki, müddət qoyulmur. Amma hər iki tərəf bilir ki, bunlar sabahları ayrılıb gedəcəklər və bundan da nikah bitəcəkdir. Buna eyni şeyə gətirib çıxardır. Zaten bu dünyada evliliklərin hamısı müvəqqətidir. Ya ölənə qədər, ya da ayrılana qədər. Bunun içində 1 saatlıq, 2 saatlıq belə bir şey yoxdur. Allah Teala belə bir qanun qoymayıbdır. Nisa surəsi 24-cü ayəni belə deyək də öz nəfslərinə görə yozanlar Allaha qiyamət günü cavab verəcəkdir. Sözümüz bu qədər.